Biz alo deyə bilirikmi? Birazdan telefon xəttində bir insan olacaqdı. Bu mütallibin indi də qoşa bilərəm. Alo. Bəli. Salam əleykum Ramiz bəy. Salam, salam Zahir. Salam. Necəsiniz? Şükür Allaha, Allah köməyin olsun. Allah Sizin mütəllimdən xəbəriniz yoxdur? Necə? Xəbəriniz yoxdur qardaşınızın oğlundan? Hardadır? Necədir? Nə yerdədir? Xəbərimiz var ki, deməli xəbərimiz odur ki, 90-cı ildən təxminən 89-90-cı ildən sonra içkin düşdü. Çox yerlərə müraciət elədik o vaxtda. Aha. Necə bir o vaxtda bir qarışıqlı vaxt idi də. Bizə bir məlumat verən olmadı onlar. Axı bizdə belə bir məlumat var ki, son 5 ilə qədər onun əlaqəsi olub kimdənsə? Bizimlə? Qardaşı ilə. Qardaşı Elşənlə. O deyə bilərsiniz. Onun 2 qardaşı olub, 2 də rəhmətə gedib. Bilirəm. 5 il bundan qabaq, son 5 ilə qədər Elşən nə zaman rəhmətə gedib? Elşən təxminən elə 5 il. Elə bir 5 il olar. Ona qədər bildiyimizə görə, aldığımız məlumata görə Elşənin mütəllimlə əlaqəsi olub. Onu biz bilmirik, ondan xəbərimiz olmayıb. O içki düşkünüydü. O Elşənlə xəbər olubsa, ondan bizim xəbərimiz olmayıb. Ramiz kişi, mütəllim içki düşkünüydü. Necə? İçki düşkünüydü. O başqa atlarla məşğul idi. Neyini? Bəli, içkin də düşkün idi. Sonra o başqa şeylərlə məşğul idi. Narkotik də istifadə edirdi. Hamısından istifadə edirdi. Onun Monqolistanda nəyə görə qalırdı o? Orayla onun nə əlaqəsi var idi? Buradan indi xəbər tuturuq ki, o Monqolistlara verib gedib. Heç bir belə ağlımıza gəlməyən söhbətdir ki, o gedib Monqolistana xəbər. Siz hardan bu məlumatı əldə eləmişsiniz ki, Günay o Monqolistana Elə gedib? atdan baxırıq indi. Bir dəfəm gedib qayıtdı. Onda bilirdi ki, həm də əmim mənə deyirdi ki, Monqolistanda olub. Mənim balaca əmim Elxan əmim. Onun yanında olub və burada Azərbaycanda gəldi, rəhmətə getdi. Qızım, bəlkə heç elə Azərbaycandadır atan sənin? Orasını bilmirəm. Monqolistana bir dəfə gedib gəlməklə adam Monqolistanda yaşayır. Elə əmisi uşaqlarına gedib. O getdiyi insanlar qayıdıblar geri, amma atam gəlməyib. Əmisi uşaqları Ramiz kişinin uşaqları? Onun əmiləri çoxdur. Yəni bir dənə əmisi yoxdur da. Sizin digər qardaşınızın övladları Monqolistana gedib gələnlər olubmu? Xeyr, qardaş. Mən başarıram. Mənim qardaşımın uşaqları, elə biri mənim öz yeznəmdir, yanımdadır. Yox, nə vaxtsa, məsələn, həmin illərdə. Xeyr. Ümumiyyətlə Azərbaycandan görüşən qardaşımın Bəlkə bizə uşaqları. ünvanı səhv veriblər, ola bilər. Yəqin sənə elə belə deyiblər söz arası ki, əşədə Monqolistanda. Atanıdır, Monqolistandadır. Necə? Deyirəm, bəlkə qıza elə belə deyiblər də, atanıdır, Monqolistandadır. Elə ağla gəlməyən bir yerin adı. Olub elə deyiblər. Çox güman ki, belə olubdur. Və siz onu axtarmısınızmı o vaxt, yoxsa ümumiyyətlə fikirləşirdiniz ki, bunu nəyin axtaracağıq? Bu cür aludəçilikləri var, kimə lazımdır falan? O vaxtı axtarmağa imkan da yox idi, açıq. Mən sizə açıq deyirəm də. Elə bir şərait yaranmışdı, qarışıqlıq oldu. Ondan sonra da çox yerə müraciət elədik. Şöbələrə də getdik. Sən neçənci ilsən qızım? 89. O tanışları ilə də, kimlərlə gəzirdi, yoldaşlıq elirdi. Onlarla da heç bir məlumat verilmədi bizə. 90-ın mayında gedib də, mən 5 aylıq olanda gedib. 90-cı ilin may ayında çıxıb Azərbaycanı tərk eləyib, yoxsa ümumiyyətlə evdən gedib? Yox, evdən gedib də, çıxıb gedib. Özü gələndə deyib ki, Monqolistandan gedib. Ümumiyyətlə həmin illərdə polisə, onun axtarışı ilə bağlı polisə müraciət olunubmu? Biz eləməmişik. Niyə görə eləməmişik? Açığı onun barəsində heç bir belə bir kriminal söhbət olmayıb. Ona görə də məlumat. Yaşayırdı. Bilirdi ki, ailəsi var. Uşağı da vardı. Ona görə heç bir yerə. O da qəfildən içkin düşdü o. Aha. Neçənci ildə itkin düşdü?
Hə? Neçənci il idi itkin düşəndə? Təxminən 89-90-cı il olardı. Yəni o itkin düşəndən bu yana heç vaxt polisə müraciət olunmayıbdı. Ondan sonra bir dəfə rəhmətlik atası ad elədi, ad elədi, xəbər elədi. Sonra getdi dəfələrlə ad elədi, müraciət elədi. Hara xəbər yollamışdı? Nə bilim o Şirvan şəhər adına şöbəsinə o vaxt əl baramlı idi da. Və nə məlumat əldə edilmişdi ümumiyyətlə, nə O deyilmişdi? axtarışı var, bilmirəm da, indi mənə dediyinə görə məlumat verib o. Əsası məlumat. Amma belə bir dəqiq informasiyanız yoxdur da bu barədə. Ya o barədə yox. Aydındır. Zaur müəllim, ailə Günayın anasından söhbət gedir, ailəsi, uşağı, yoxsa digər başqa bir Bəli. ailə qruplar Bəli, elə bəli. bilir? Yəni Günayın anasından başqa ailəsi var idi onun? Bəli, bəli. Anasından onun əvvələ deməli atası ayrılmışdı. Anası da başqa ailə qurmuşdu. Atası da başqa ailə qurmuşdu. Kimdən söhbət gedir? Yəni mütəllimin atası ilə anası ayrılmışdılar. Bəli, bəli. Hə, mütəllimin atası ilə anası ayrılmışdı, anası da ailə qurmuşdu, atası da ailə qurmuşdu başqa. Bəli, bəli. Aydındır. Yox, mən deyirəm mütəllimin özünün, ananın adı nədir? İhbarə. Məhbarədən başqa xanımı var idimi? Onu bilmirik. Də xəbərimiz Yox, yoxdur. olmur. Onunla məlumatımız yoxdur. Mütalibin. 25 yaşında gedib, atam elə də yaşlı getməyib. Mütalibin hə, 25 yaşı 25 yaşı olubdu. olub. Təşəkkür edirəm sizə. Mən qəribə belə Zaur bir müəllim, soru. açığın deyim, yəni efirə baxırlarsa deyim ki, maraqlanmayıblar heç vaxt mənim atamla. Yəni açığın deyim də efirə baxırlarsa, eşidirlərsə. Yəni Yəqin düzün deyirsiniz deyirəm. necə? Yəqin o belə pis vərdişlər olduqlarına görə bütün nəsil Atam kökəmsi. içki düşkün olub, amma başqa bir şeyləri olmayıb. Onu əminliklə deyə bilərəm. Zaur müəllim, bəlkə şəxsin axtarışına müraciət eləyib, bəlkə insandır gedib başına hər hansı bir iş gəlir. Mütalibin ümumiyyətlə tanıyan dostları varsa, onu görüb bax bu dəqiqə bizi izləyib, mən tanıyıram, dostum uydu, axırıncı dəfə filan vaxtı görüşmüşdük. O vaxt tanıyan adamlar varsa, xahiş edirəm bizim qaynar xəttimizə yazsınlar. Çox xahiş edirəm sizdən. Artıq dərəcədə. Yazın görək mütalim harda ola bilərdi. Yəni əmilər də mən əgər bilirsiniz necə belə soyuqqanlı əmilər heç gəlib sizin qapınıza sizi yoluxmayan, sizi görməyən, görmək istəməyən insanlar təbii ki, əl çəkəsiz deyə də bilər. Nə bilim atan deyim Monqolistanda. Yəni siz onlardan niyə incirsiniz ki, onlar heç mütalimin özü ilə maraqlanmayıblar? Yox, mən Sizdən niyə incimirəm. maraqlansınlar ki? Yox, Yəni ən qızım, azından... yəni onlar heç öz qardaşları ilə Yox, Zaur maraqlanmayıblarsa, müəllim, səndən bilirsiniz- necə maraqlansınlar? Bilirsiniz necədir? Yəni atam çıxıb getmişdi. Ən azı mən onun qardaşının balasıyam da. Özən Qızım, sən bilmədinmi mən nə deyim? Günayım, bax əzizim, əziz bacım, deyirəm ki, qardaşı ilə maraqlanmayan bir insan onun balası ilə nətər maraqlansın? Bəlkə də maraqlandılar, mənə deməyiblər. Çünki dəfələrlə getdim. Əgər qapılarına. maraqlansaydılar, sizə deyərdilər. Və Zalim, məlumatlı olarsa, ən azından gəlinləridir. Nəyə görə ki, qardaş indi nə olar da, gəlin gəlib ailədir. uşaqlarına maraqlanmalıdırlar. Atası verməyib axı, qızın atası qoymayıb ki, mən Hüseyn. vermirəm qızımı. Qızın atası da haqlı olub ki, verməyib. Çox güman ki, etibar eləməyib, Etibar çox güman ki, eləməyib. bəlkə də düz eləyib. Bəlkə də Bəlkə də sən ananı anan aparıb, o bugün buraxmış ananı da olsaydı, o anam yerə bugün qoyardı. heç salamat olmazdı. Mən sənə Zaur tam yadıma səmimi deyirəm. sal, bir dənə iki bacı gəlmişdi, atalarını istədi. Haralardan tapdın dünyanın o başını? Paltavadan. Gətirdin. Sonra gəldilər sənə necə yalvardılar Yalvardılar ki, qaytar bunu hardan gətirsən, apar Qaytar, qoyuram. hardan gətirmişsən, apar göndər ora. Allah and olsun. Sən can ki, qızım. Samalyotla Atan gətirdim, axtarırsan- poyezlə yola saldım. Burada ən yaxşısı bibim Arada mən də bilən. göstərərsən sən. Bibim bilən hər Yaxşı? şeyi. Yəni Vaxtınız olanda. bibimin nömrəsi yoxdur məndə. Ən azından ən yaxşısını bibim bilir də. Yəni əgər baxırsa, əlaqə yaratsa ən yaxşısını o bilir. Bibini heç görməmsən, hə? Bibini görmüşəm. Bibim Bakıda yaşayır. Hə? Hə, amma ki belə əlaqəmiz yoxdur. Adı nədir bibinin? Sevinç. Sevinç. Sevinç xanım, əgər bizi eşidirsinizsə bir əlaqə saxlayın görək mütalib, hə? Mütaliblə bağlı nə xəbərləriniz var? Ölübsə ölüsünü, qalıbsa, sağdırsa, sonuncu dəfə nə vaxt görüşmüsüz? Rəhmətə gedən qardaşınızla danışıbsa, nə vaxt danışıbdı? Nələri danışıbdı? Bütün bunların hamısını bizə söyləyin zəhmət olmasa, əgər mümkündürsə. Yəni ola bilməz ki, bir bacının qardaşı getsin və ondan heç vaxt maraqlanmasın. Və ya da bilməsin ki, o hara getdi, necə getdi, niyə getdi. Və yaxud buradadırsa, qızını görmək istəmirsə, nəvələrini görmək istəmirsə, onu da xəbər versin, bunlar da əllərini üstünlər. Bəli.
Vəssalam. Ola bilər ki, Azərbaycanda da olsun. Zahar müəllim hər dəfə Monqolistanda da Azərbaycan olsa- deyəndə biraz Qərbə gəlirsən. Yox, nəsə biraz ümidim artdı. Ümidin artır ki, hə, Azərbaycanda ola bilər də. Deyirəm, ola bilər də nəsə sürpriz eləyirsiniz mənə. Bizim Ola bilər. kanalları Hər çox şey gözəl həyatı izləyirlər oradakı sevərdim. Azərbaycanlılar. Yox, onun Saxlaya böyük bilərlər. inamı var bu studiya, İnamı ona var, görə. hə. Yəni bizə çox böyük inamı var. İnamı var. Ona görə düşünür ki, yəni Tapılacaq, mən Azərbaycan tapılacaq. dedikcə 100% Azərbaycandadımı, Zaurun bir xəbəri varmı deyir. qapıdadır. Zaur bəy ilə Gözün o Ümid qapıda hər zaman olsun. Ən azı bir xəbər də gəlsə bu qapıdan gələcək. Özü də gəlsə bu qapıdan gələcək. Nə olsa buradan Nə gələcək. xəbər gəlir gəlsin, hazıram. Çünki o 36 ildə atasız böyümüşəm də, yəni anam atasız böyüdüb də məni. Onsa belə atama ehtiyacım yoxdur. Necə ehtiyacım yoxdur? Maddi cəhətdən ehtiyacım yoxdur. Amma mənəvi cəhətdən hə, çox ehtiyacım var. Qızlar da həmişə atasına bağlı olurlar. Bəli, qızlar həmişə ataya bağlı olur. Hə. Əslində çox maraqlıdır ki, niyə onu məsələn bu yoldan döndərməyiblər? Niyə heç ki düşkünüdür deyirlər? Bax məsələn əmi zəh vurur, birinci cümləsi olur. Birinci cümləyə baxın. Məsələn, bir demir ki, o qədər yaxşı uşaq idi ki, qucağımda böyüyübdü. Mənim yadımdadır onun uşaqlığı. Nə bilim, mənim yadımdadır o məktəbə gedəndə. Mütəallim mənim yadımdadır. Ola bilər Əmisi. yaxşı kişidir. Əmisi. Ramiz kişiyə mən bir söz söyləmək istəmirəm, amma niyə başlayanda oradan başlayırıq ki, narkotik alıcıçılığı var idi, içki alıcıçılığı var idi, filanı var idi, bəşməni var idi. Niyə buradan başlayırıq ki? Zahar müəllim, mənim atam hər gün içən olmayıb. Deyim, hər gün içən olub, belə küçələrdə yatan olub. Yox. Hər gün insan olub. İndi olub da, insandır da. Yəni insanı qınamaq olmaz axı. Ən azından əmisidir. Bartalamağın da yeri Qızım, yoxdur. içkiyə görə sənin baban o qızı ondan almazdı. Burada başqa şey Almayıb, atam var. qaçırdı anamı. Yox, qaçırtdı, amma gəlib aparmağa verməyib. Nə qədər evli qalıblar? Heç bir il qalmayıblar. Amma bir il ərzində də adamı bu qədər tanımaq məsələsi güvənsizlik ola bilməzdi. Orada nəsə var. Mənim dayılarım da imkan verməyib. Dayılarım Yəni, da ən azı- imkan verməyib. Ən azı qaçırtdığına görə bəlkə hirsli olublar. Heç barışıq olubmu onların arasında? Ha, olub barışıq. Atam gedib gəlirmiş. Barışıq olub. Mənim babam... Anan nə deyir? Deyir, atan niyə vermədi mən ona? Necə? Anan nəyə deyir? Nə deyir? Deyir, niyə qoymadı mən ondan gedəm? Hələ elə olduğuna görə, içkili olduğuna görə deyib gedər qızımı saxlamaz. Hara gedəcəymişlər? Rusiya aparmaq istəyirmiş anamı. Rusiyaya aparmaq Aha. istəyirmiş. Bəli. Anana deyirdi, hara aparmaq istəyirəm səni? Elə anama Monqolistan deyib də, anam da mənə ona deyib ki, Monqolistana gedib. Anamdan ən azı məlumat toplayıb mən çoxu gəlmişəm. Onda çox güman ki, o Monqolistanda ola bilər. Yox, anam mənə səhv məlumat verməz. Hə, anana da deyirmiş ki, gedək Hə. Monqolistana. O bir dəfəm gedib qayıdıb gəlib də, ikinci dəfə deyib ki, ailəmi uşağımı aparıram, babam qoymayıb. Ondan sonra qayıdıb getdiyini, gedəndən sonra anana bir şey olmasa deyirmi ki, Yox, mən gəldim, yox. çatdım, Yox, mən yox, heç buradayam. əlaqəmiz olmayıb. Rəsmi nikahları olub, yoxsa Bəli, bəli. boşanmayıblar da? Yox, 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 boşanmayıb. Nə də anam ailə qurmayıb heç vaxt. Deməli, rəsmi boşanmaları da yoxdur. Yox, yox, yoxdur, yoxdur. Nikahları, kəbinləri Bəli, var. Var, var, var. Zahar bəy, onda mən onun sağ olmağına biraz şübhə edirəm. Niyə o qədər Zahar müəllim burada 40 itkinlərini tapıb ki? Yox, inşallah. Hay Allah. Digər xəbər eşitmək istəmirsən. Bir qız var idi burada 35 ildən sonra atası tapıldı təzəlicə. Hə. Vay, yəni ümidim çoxdur. Yəni açıq deyim ki, ümidim çoxdur. Ata cismən balaca olsa da dünyada ən güclü, ən böyük bir dağdır. Hə, Kristinanın atasının tapılmasını, hə. Mən güman İnşallah edirəm ki, atama sağdır. qovuşarsan. Niyə görə sağdır? Ən azından nəysə başına bir iş gəlsəydi, 35 il ərzində bizə xəbər verərdilər. Yəni bu qədər. Yəni Yox. ölüm olsaydı xəbər Hə, verərdi. xəbər verir. Pis xəbər həmişə tez yayılır. Qara xəbər tez duyulur. O, yəni ki, Zahar bəy, bilirəm ki, 35 Monqolistanda il da ərzində bizim mənə kanalı deyərdilər. çox gözəl izləyirlər, ATV-ni izləyirlər, bizimlə sən izləyirlər. Yəni bizi Biz ona hal-hazırda müraciət edə bilərik Rusiyadan ən azından. izləyənlərə səslənmək istəyirəm. Bu Bəli, şəkil bəli. ekranlarınızda görürsünüz. Baxın da hal-hazırda bu o vaxtki şəklidir onun, mütalibin. 24-25 yaşında olmuş. 24-25 yaşlarında 90-cı illərdə Azərbaycanı tərk edib, gedib və o dönəmlərdə Azərbaycanda da bir yəni qarmaqarışlıq vardı. Yəni postsovet məkanlarında hər birində bir qaynama var idi. 90-ın mayında. Mən 90-cı ilin may ayında. 90-cı ildə artıq o qarşılıqlar başlamışdı. 90-cı ilin may ayında.
tam 35 ildir ki adam yoxdur. Tam Zaur 35 ildə bəy. may ayı söz vaxtına çəkər və mən inanıram ki, mütalibdən biz istənilən bir xəbəri bu qapıdan ən azı bu qapıdan hər hansı bir xəbər olursa olsun sənə çatdıracağıq. Sadəcə olaraq səbr eləyək. Səbr eləyək. Xeyr, gözləyin. Atandan evdə nəsə bir şey varmı? Bir əşyası mı deyək? Mikrofon. Bir şəkili var idi, albomdan gətirmişəm. O da kaşlokumda gəzdirirəm o şəkli. Niyə? Nə bilim. Qəribə bir his var içimdə. Yəni mənə böyütməyib, yəni atalıq eləməyib, amma çox istəyirəm. Bilmirəm nədir. Yəni içimdə nifrət yoxdur atama qarşı. Çox adam məni qınadı ki, niyə çıxırsan efirə, atalıq görməmisən belə. Heç kim məni yolumdan saxlaya bilmədi. Yoldaşına da halal olsun, hə Zaur. Əlbəttə, Pərvizə halal olsun. Halal olsun Pərviz, sağ ol valla. Nə? 2 il bundan əvvəl mənim atam axtarırdı onun günah üçün. Valla sağ ol oğlum, çox sağ ol. Qaynatamla gəlmişəm bura. Doğrudan? Mamam yolumdan döndərdi. Gəlirdin yoldan qaytardı. Hara kimi gəlmişdin? Verişin efirə qədər gəlmişik, qapının ağzına qədər. Hə, oradan zəh vurdu ki, Hə, qayıt. dedi ki, istəmirəm. Təranə xanımla danışdı ki, istəmirəm. Qaynatam gətirmişdi məni. Anan nə deyir? Deyir, niyə sevmişdim onu? Niyə qaçdım ondan? Anam sevməyim onu. Doğrudan. Anamı işlədiyi yerdən qaçırdım. Harda işləyirdi ana? Anam o vaxt Şirvan şəhərində yağ zavodu var idi, orada işləyib. Bibimlə bir yerdə işləyib. Aha. Anam elə orada görüb sevib. Və götürüb qaçıb. Amma anan sonra sevibmi onu? Bilmirəm, orasını bilmirəm. Amma döyüb eləyib də anamı, nə bilim, istəm, inanmıram. İncidib. Hə, istəm, inanmıram içində nəsə istək olar. Yazıq anan nə görüb ki, götürüb qaçıb. Bir ildən sonra da yoxa çıxıb. Hə. Yoxa çıxıb deyəndə Bəlkə də getsəydi, ailəsi olsaydı yaxşı olardı. Biraz da babamı qınayıram. mamanı da qınırsan. Mamamı, nə bilim, mamam uşaq olub da, 22 yaşı olub. Yəni gedə bilərdi də deyirsən ki. Gedə bilərdi. Yəni anam yaxşı olsaydı, necə barədə yaxşı olsaydı, yəni sözündə qalsaydı, atamı içkidən də uzaqlaşdıra bilərdi. Yəni qadın böyük qüvvədir axı. Günay xanım hamını qınayır atasından başqa. Hə. Fikir verirsiniz, ana Çox pisdir, qəribədir. bayaq dayılarına aqressiv Az yanaşdı babam babaya. buraxmayacaq səni evə. Sizin Öldürəcək səni, atanız buraxmayacaq. vaxtında qaçırtdığı kimi Rusiyaya da istəsə aparardı. Bu bir. Yəni, İkincisi, aparardı da, necə ki qaçırtdı cəmaatın qızını. Rusiyaya da arvadını götürüb qaça bilərdi. Yəni, əngəl ola bilməz. İnsan istədiyi şəkildə heç nəyə əngəl görmür. Amma qəribə bir biganəlik də olub da içində. Biganəlik də olub. Bax o bilirdi ki, mənim övladım var. Anam əlim buraxmazdı da ən azından, nə olsun? Anasını qınıyır, buna bax. Anam Belə əlim şey yoxdur.